Bir çoxları həmin dönəmi məhz elə valideynlərin dilindən eşidərək xatırlayır və təbii ki, xatirələrinə bəli, yaddaşını həkk edir və elə Firuz da qeyd elədi ki, mən də Firuz da o şəxslərdənik ki, həmin hadisələrin şəxsən şahidi olmasaq da, öz böyüklərimizdən, valideynlərimizdən bunu eşidirdik. Çünki onlar da iştirak edirdilər, onlar da çalışırdılar ki, nələrsə etsinlər bu prosesin qarşısını almaq üçün. Bu qəzetlər mənim anamın yığdığı qəzetlərdir. Məhz 1990-cı illər və 90-cı ildən sonraki illərdə şəhidlərlə bağlı, ümumiyyətlə 20 yanvar hadisələrlə bağlı bütün qəzetləri toplayırdı. Bu bir sənəd idi. Hətta burada qeyd olunur. Qovluq halına gətirib anan onu. Həqiqətən də və mən bundan o qədər faydalanmışam əziz tamaşaçılar və məktəb illərimdə hansısa bir inşa verilirdisə ki, 20 yanvarla bağlı, məhz bu qəzetlər mənim əsas mənbəyim olurdu. Mən istəyərdim, qısa da olsa bəzi məqamları burada tamaşaçılara göstərdim. Məhz 1990-cı ildə çıxan belə bir balaca bir dəftərçə mi deyək buna, balaca bir şəkillər toplusu mu deyək. Məhz burada görürsünüz, həmin hadisələr zamanı şəhid olmuş şəxslərin foto şəkilləri var, fotoları var burada. Ümumiyyətlə 20 yanvar hadisələri təkcə yanvar ayını əhatə eləmirdi. Onunla bağlı olan o hüzün təkcə bir ayı əhatə eləmirdi əziz tamaşaçılar. Bütün il boyu və ondan sonraki illərdə də həmin tarixə təbii ki, toxunurdu. Burada mart ayında çıxan bir qəzetdir bu. Bu illüstrasiyaya... 90-cı ildir da Ayselə o? Bu 90-cı ilin mart ayıdır və bu qəzetin, Odlar Yurdu qəzetinin 459-cu buraxılışıdır və bu illüstrasiyaya istəyərdim diqqət çəkək. 8 martla bağlı olaraq çəkilib bu illüstrasiya və yazılıb ki, bayramın qara gəldi. Mart 1990-cı il. Yəni, mən ilk dəfə idi ki, belə bir illüstrasiya görürdüm. 8 mart, belə deyək, 8 rəqəmi bu formada məhz əlində qərənfil tutan bir qadın formasında. Azərbaycan xanımının kompozisiya formasında öz əksini tapır. Orada bir başqa qəzetdə var. İndi Aysel onu da sizə təqdim eləyəcək. Azərbaycan Gəncləri qəzetidir. Bunu da istəyirəm mən göstərim. Və burada, təbii ki, burada yazılıb torpaq unudar, yaddaş unutmaz. Bəli. Və sabah hüzün gündür. Belə bir başlıqlı şəkillər yer alıb və burada Ülvi Bünyadzadəni biz görürük. Biz haqqında danışdıq onun şeirində, günün şeirində daha doğrusu. Ömür yolu poemasına nəzər saldıq. Ömür yolu poemasına biz toxunduq Ülvi Bünyadzadənin və onun sözlərinə mahnılar da yazılırdı və burada deməli musiqisi Rəşid Şəfəqin, sözləri Ülvi Bünyadzadənindir. Ömrümüzün sazında biz kərəmini bilməliyik. Leylimizin göz yaşını Məcnun kimi silməliyik. Belə bir şeirinə musiqi bəslənilib və burada onun notları da var. Bu, növbəti nəsillərə ötürüləcək. Tarixi çox sağ olsun bizim valideynlərimiz ki, o tarixi bizə çatdırıblar və biz də sizə bunu göstəririk.